Salam, hər vaxtınız xeyir əziz və dəyərli izləyicilər. Yeni gündən yeni bir video ilə yenə də qarşınızdayım. Videomla qarşılaşan hər kəs salamlayıram və kanalıma, yeni bir vloquma xoş gəlmisiniz deyirəm. Videomu belə bu gözəlliklərimlə başlamaq istədim. İstədim ki, gözünüz gözəllik görsün video başlayarkən ki, belə keyfiniz açılsın. Mən də hər bunları görəndə həqiqətən də çox keyfim açılır. Belə necə deyim, keyfim olmasa belə, stresli olsam belə bunlara baxaraq həm stresimi atıram, həm necə deyim, ürəyim açılır, xoş təsir eləyir bir sözlə. Və əsas da bunları çəkməyimin səbəbi bu gül oldu. Səhər-səhər gəldim, gördüm ki, gül açıb artıq bu günüm. Yadınızdadırsa, bu gülüm solmuşdu və belə burada şəklini qoyacağım, balaca olanda çəkmişdim sizin üçün. Və indi də baxıram ki, artıq güllər, yarpaqlar çoxalıb və gül də açıb. Dünənə qədər güllər bağlı idi. Yəni bilirdim ki, gül açacaq, amma bu gün səhər durub baxanda gördüm ki, artıq gülləri də açıb. Çox qəribə gül açır. Bu bilirsiniz də, bu gülün adı demişəm keçən vloqlarda, dua gülüdür. Bu çox maraqlıdır mənə, bu gülə niyə dua gülü ad veriblər. Bəlkə də bilməm, fikir verdinizsə, gülləri belə iki əl kimi görsənir yana. Həmişə də gülü iki açır. Bəlkə də ona görə bu adı veriblər ona. Çox sevdiyim dibçək güllərindən biridir. Solanda da çox pis olmuşdum. Yaxşı ki, yenidən düzəldi, əmələ gəldi. İndi də maşallah olsun, çox gözəl bir dibçək gülüdür. İnanın ki, yaxınlaşanda mən buna ümumiyyətcə bütün güllərimi sevirəm. Fikir versinizsə, hamısına belə özəl qulluq göstərirəm hər zaman. Və dayanıb yanında dəqiqələrlə baxıram mən həmən gülə. Belə qızlar, elə güllərimi suladım. Daha sonra keçdim mətbəxə. Yoldaşım çiyələk almışdı. 2 qutu. Daha doğrusu bu qutunu dünən almışdı. Yəni bir gün öncədən almışdı. Üstündən yeyilmişdi. Daha sonra qalan qaldı. Dedim əlavə bir dənə də qutu al. Nə çıxarsa bundan mürəbbə hazırlayım. Bugün də getdi digər çiyələk aldı. İstəyirsənsə 2-3 qutu alım. Çox pişir. Dedim yox, elə nə varsa bunu pişirəcəm. Çünki demişəm də, keçən vlogda da qeyd eləmişdim. Mürəbbəyə, kompota elə də önəm verməyəcəm. Hər birindən belə 2-3 banka hazırlayacağım ki, olsun. Yəni çox eləmirəm də bir sözlə. Çünki hər bankadan 3 mürəbbə hazırlayanda, hər mürəbbədən 3 banka hazırlayanda xeyli baxıram ki, sonda bir 20-25 banka mürəbbə var. O da bizə yetərincə bəs edir. Burada da yeməyimi dedim öncə hazırlayayım. Yəni təmizlədim çiyələyi, yudum, qoydum pesokun içində, biraz şirələnsin. Dedim ona kimi yeməyimizi hazırlayayım, günorta yeməyimizi. Və belə but dibini çıxartmışdım öncədən buzluqdan, donu açıldı. Elə günortaya yetdik hazırladım. Çünki oğlum axşama demişdi ki, dönər alıb gətirəcək. Ona görə də çox hazırlamadım ki, qalıb boyatlamasın. Belə 3 dənə kartof, adam başına kartof qoydum. Doğramadım, təzə kartof idi deyə dedim elə bütöv qızardım. Və biraz parla toyuğun suyu ilə bişdi. Özü indi də yağ oturub qızarır. Yəni tam bütöv də olsa içi də pişmişdi. Və əlavə olaraq biraz da belə akruşka hazırladım. Biz buna akruşka deyirik. Doğramac deyən də var, atlama deyən də var. Hərə bir cür ad verir. Akruşka deyirik biz çox vaxt. Və dedim çiyələklər suyunu buraxıncaya qədər biraz paltarlarım da var idi, yuyulası. Onlar yuyulası neydi? Ütülənəsi. Dedim onları da ütüləyim, çıxsın aradan. Çünki bu arada Fuad da bizdədir burada.
Fuadın əsas geyimlərini yumuşdum. Bağça pastellərini falan birbaşa bağçadan gəldiyinə görə pastellərini də bağçadan qoymuşdular ki, yuyulsun. Onu da yudum. İndi dedim ütüləyim, yenidən paketə qoyum. İstəmədim ki, elə çirkli göndərim ki, maması onsuz da işdə olur. Gəlib əziyyət çəkib yenidən bir də təzədən paltarı yuyub ütüləməsin. Elə hamısını yudum, ütülədim, göndərdim. Elə bunlarla bərabər dedim bir-iki başqa ütülənəsi geyimlər də var idi, paltarlar da vardı. Onları da ütüləyim, çıxsın aradan. Bu ütünü də bu arada Temu'dan almışdım. Düzünü desəm bir o qədər razı deyiləm. Yəni istiliyin ayarını tuta bilmirəm nədənsə. Azaldıram, çox az olur, çoxaldıram, çox olur. Az da eləsəm, yəni şey olmur. Hələ ki, yəni ayarını tuta bilməmişəm, əlimə yatmır. Öz ütüm də çox zəifləmişdi. Məcburən aldım bunu. Bunda o qədər də ürəyimə yatmır. Həm də nəsə su buraxır elə bil ki, və ya bilmirəm, bəlkə də suyunu çox doldurdum onun görə. Su buraxırdı. Bir sözlə bir o qədər də razı deyiləm. Amma yəni alarkən adi mağazalardan almadım. Yəni marka, brend mağazalardan aldım. Onu ki, yaxşı çıxsın o da. Bəlkə də yaxşıdır. İndi hələ ki, təzə işlədirəm. Əlimə tam yatmayıb. Yəni, zamanla işlətdikcə biləcəm. Belə qızlar, çox uzatmayım. Siz izləyin. Arada yenə də ehtiyac olduqca şərh edəcəm sizə.
Və beləliklə qızlar, ütüşümü də bitirdim. Nəhayət ki, Fadın pastelini belə paketə qoydum ki, bağçaya gedəndə aparsın təmiz. Paltarlarını da ütülədim. Və dediyim kimi biraz da pastel falan var idi, dəsmallar falan, onları da ütülədim, çıxdı aradan. Daha sonra pesoqa qoymuşdum çiyələyi, biraz şirə buraxdı, onu da qoydum bişməyə. Və daha sonra keçdim salat hazırlamağa. Vinigret salatı istədim biraz hazırlayım. Baxdım ki, evdə kök, çulundur falan hər şey var. Dedim onu da hazırlayayım. Çünki çoxdandır bu qabın içində bu kələm turşusu qalmışdı qışdan. Yeyilmirdi. Tullamağa da heyfim gəldi. Yəni bilirsiniz, israfı heç sevmirəm. Və elə hər soyuducunu açanda bu turşunu görəndə fikirləşirdim ki, bundan salat hazırlayaram. Düzdür, bilirsiniz, vinigret ağ kələm gedir, amma qırmızı kələm turşusu vurdum. Çox da dadlı alınmışdı və buzluqda da lobya qaynadanda biraz belə lobya götürmüşdüm. Elə sırf bu salatı hazırlamaq niyyəti ilə qoymuşdum buzluğa ki, hazırlayanda onu da qatım və bu qışdan qalan kələmi dəyərləndirdim, turşu kələmi və bir qab salat hazırladım. Uşaqlar yedi. Həqiqətən çox dadlı alınmışdı. Dedim ki, günortadan hazırlayayım ki, axşama qədər, yemək saatına qədər özünü tutsun, yəni uşaqlar gəlincəyə qədər. Və hazırlayıb ona görə dedim ertədən qoyum soyuducuya. Ümumiyyətcə bizdə yeməkdən çox salat daha çox sevilir. Ona görə də fikir vermişsəm, tez-tez hər növ cürəbəcür salatlar çalışıram hazırlayım. Çünki həm də ki, ona görə hazırlayıram ki, uşaqlar bizdə belə tərəvəzləri yeməyi elə də sevmir. Amma ki, belə salatda hazırlayanda yeyirlər. Mən də istəyirəm ki, heç olmaya belə yemirlər. Salatda da olursa o vitaminləri qəbul etmiş olsunlar. Ona görə də çalışıram tez-tez salat hazırlayım. Bundan öncəki vloglarda da görmüsünüz. Ən çox da son vaxtlar bu rəngli biber salatı çox hazırlayıram. Tərəvəz salatları ən çox hazırlayıram. Məsələn, kökdür, biberdir, xiyardır. Bunları bizim uşaqlar belə normalda yemirlər, amma salatda hazırlayanda yeyirlər. Ona görə tez-tez hazırlayıram ki, heç olmaya salatda da olsa o vitaminləri qəbul etmiş olsunlar. Və burada da artıq hazır etdim salatımızı. Burada ayırmışam özüm çünki içinə zeytun yağı əlavə edim. Bunun digərinə isə qarğıdalı yağı əlavə edib hər ikisini qarışdırıb qoydum soyuducuya. Burada da artıq mürəbbəm hazır olub. Demək olar ki, soyuyub, şərbətini çiyələklər çəkib özünə. İndi dedim göstərim sizə necə alındığını. Yığacam bankaya. Öncə belə dedim çəkim sizin üçün. Və əslində çiyələklər iridir. Belə çiyələkləri çox da sevmirəm mürəbbəsini. Necə iri görünüşünü. Xoşlayıram ki, çiyələklər xırda olsun. Amma ki, indiki çiyələklərin demək olar hamısı iridir. Ona görə də məcburən bu çiyələkdən alıb bağladım. Burada da artıq bankalara doldurmuşam. Və belə əslində yaxşı alındı. Həm dadı, həm rəngi, həm qatılığı, hər bir şey yerində idi. Sadəcə olaraq dediyim kimi biraz xırda olsaydı daha yaxşı olardı. Amma eybi yox, belə də pis alınmadı. 3 banka çıxdı. Təxmini 2 kilo yarım çiyələk idi. Yəni təmizləndi falan, çürüyüb falan çıxandan sonra bu qədər qaldı. Dediyim kimi, ümumiyyətcə mürəbbədir, kompotdur, belə şeylər çox önəm vermədiyim üçün hərəsindən az-az bağlayıram. Və bu videom orada həmən günün videosu tamamlandı. Bu da növbəti gündən çəkdiyim videodur. Burada artıq ayın 6-sıdır. Qurbanlıq bayramı günüdür. Qaynanamgil qurban kəsmişlər həmən günü. Burada da biraz belə balaca bir kadr götürdüm. Həmən gündən dedim az da olsa neysə bir şeylər çəkim. Və yeri gəlmişkən gec də olsa, düzdür, indi siz izləyəndə artıq bayramdan bir neçə gün keçmiş olacaq.
Gec də olsa istəyirəm yenə də təbrik eləyim. Hər kəsin Qurban Bayramını təbrik edirəm. Allah hər kəsin kəsdiyi qurbanları qəbul etsin inşallah. Və videom da burada artıq sona yaxınlaşır. Gec olmadan sağollaşım sizinlə. İzlədiyiniz üçün çox sağ ol deyirəm hər birinizə. İnşallah Allah qismət edərsə növbəti videoda görüşərik. Ona qədər özünüzə yaxşı baxın.